Hörmətli, dəyərli izləyicilər, hər birinizə Allahın salamı olsun. Bugün sizə gözəl bir əmlak, Balakən rayonu Gərəhli kəndində gözəl mənzərəsi olan bir yerdə gözəl bir əmlak satışa çıxarılıb. Gördüyünüz bu yaşayış evi və həyətyanı torpaq sahəsi ilə birlikdə burada pay torpağı da var. Pay torpağı deyəndə yəni şəxsi mülkiyyətdir. Pay torpağı da kənd təsərrüfat təyinatlıdır. Gördüyünüz əmlakın yerləşdiyi yer belə dağ mənzərəli, dağa yaxın. Dağla əmlak arasında maşın yolu keçir və belə bir gözəl bir yerdə qəşəng bir əmlak satışa çıxarılıbdır. Yəni evin daxili təmir işləri başa çatmayıb. Yəni alan adam daxili təmir işlərini aparıb, yəni evdən istifadə eləyə bilər. Plastik pəncərələri salınıb, üstü şifirdir, divarları çay daşı kubikdən tikilibdir. Gördüyünüz bu yanda balkon hissəsi. Yəni evin daxili təmir işləri başa çatmayıb. Yəni buradan belə göstərə bilirəm sizə. Yəni içəri keçə bilmirəm. Gördüyünüz burada əmlak ümumi 36 sotuqdur və buradan əmlakın sahibləri yarı bölərək gördüyünüz bu evlə birlikdə satışa çıxarıb. Deməli burada pay torpağı ilə birlikdə həyətyanı torpaq sahəsi cəmi 18-20 sot satılır və içərisində belə bir evlə. Ev də hardasa bir 20 ilin evidir. Gördüyünüz bu ev. Həyətyanı torpaq sahəsi hardasa 6 sotuq olasıdır və geri qalan hissəsi pay torpağı. Gördüyünüz belə bir gözəl mənzərəsi olan yerdir. Belə bir yerdə ev, əmlak əldə etmək arzusunda olanlar bizimlə əlaqə saxlayıb ətraflı geniş məlumat əldə edə bilərlər və qiymət də razılaşma yolu ilə olacaqdır. Yəni hər kəsin ala biləsi bir qiymət olacaqdır inşallah. Dinlədiyinizə görə sağ olun. Sağlıqla qalın. Videoları bəyənib kanalımıza abunə olmağı unutmayın.